teatrı idarə edənlər teatra öz obyekt kimi baxır. Teatr direktorları. Bəli, bəli, öz obyekti kimi baxır. Yaradıcılıq haqqında çox az düşünür. Yəni Kim verir o səlahiyyəti teatr direktorlarına Heç kim. ki, teatr onların özünün şəxsi obyektinə çevrilsin? Bu səlahiyyət var zaten. mən özüm də bilmirəm hardan, amma fakt olaraq bugün bu problem var. Təkcə direktorlardan söhbət getmir ki, baş rejissorlardan da, idarə edən adamlardan söhbət gedir. Yəni heç kəs düşünmür ki, bu dövlət idarəsi və bu hamısı qanunla tənzimlənir. Mən düzü hamına bunu hamıya haqqında təbii. Çünki elə adamlar var ki, doğrudan da teatr sevir və teatr üçün hər şey eləməyə hazırdır. Amma əksəriyyəti əfsuslar olsun, bunun şəxsi mülk kimi, şəxsi əziyyət kimi baxır. Düşünmür ki, missiya, nə dərəcədə böyük missiya var üzərində.